o ağaca parça bağla, bura nə bilim mən otur uşaq olmayanlar bu daşın üstə otursun filan. Bu xurafatdır. Bunların heç bir məntiqi əsası yoxdur. Din də bu simada tanınmamalıdır. Bunlar hamısı öz yerində, amma bu bir dənə görüntü gəlir, başlayır zehniyyəti qarışdıranlar ki, ziyarətlər belə filan, söz də yapışır o məqamda, bilirsiniz? Ha, bizi bu geri saldı filan, biz bu pirlərə, axı sənin pirlə nə işiniz? Pir ziyarətinin özünü sual altında nə yaparsan? Biri Quranla fala baxır, indi Qurandan imtina eləyək. Biri Quranla fala baxır, indi Qurandan imtina eləyək. O ateistlərin tənqid elədiyi din var, onu mən də tənqid edirəm. Bax, sənə kim dedi ki, din budur? Ki, sonra sən onu tənqid eləsən. Sənin din budur ki, deyirsən, sonra onu tənqid edirsən. Orada saxla, deyim ki, din bu deyil, axı sənin tənqid elədindir. Bəzilərinin də marağında din elə olsun ki, tənqid edilir, çörəyi ondan çıxır. Və görəndə ki, kimsə o stereotipi dağıdır, ondan düşmən olur. Biri ziyarətgahdan sui-istifadə edir, bir ziyarətgahın özünü inkar etməyək. Pir mövzusu o qədər önəmli mövzudur ki, mən istənilən insana bunu sübut edirəm ki, Allah Kəbəsinin qırağında pir yaradıb, pir. Peyğəmbərlərin qəbri İcri İsmailin içindədir. Başdan ayağa övliyaların ayaq izi ilə getməkdir də həc. Səfa Mərvə dağ arasında niyə gedirsən? Bir övliya gedib orada. Hacər gedib. İbrahim Peyğəmbər ayağını qoyub, iz qalıb, deyir, get namazı orada qıl. Bundan artıq dəlil nə istəyirsən ki, deyir, onun ayaq izi olan yerdə namaz qıl. Deyir, qışqırda şirk. Bizim xalqımızın inancı ona görə dəyərlidir, ona görə biz bu qədər mərhəmətli olmuşuq, hamıya dözümlü olmuşuq ki, bizim inancımızda övliyalara sayğı olub, onların məzarına getmək özü bir mərhəmət hissidir, sayğı göstərməkdir, insanı dəyərləndirməkdir. Biri gedir, birinin başına dolanırsa, yəni onu özündən dəyərli bir, bu təvazökarlıq hissidir. Bu hissi xalqdan almayaq, 5 nəfər adam səhv eləyib, səhvini başa salaq. 5-10 dənə kadr qoyur, başını yarıblar. Məqsədli şəkildə də biz bir vaxt baxırdıq, əzadarlıq İmam Hüseyin verəndə bu şəkillər çıxır, qan içində olan adamlar. Mənim cəmaat kosmosa gedir filan, biz ağlaşırıq, başa düşmür ki, bunun arxasında dərin fəlsəfə yatır. Bu 5 nəfər adamın oturub orada zarımağı deyil. Oturaq elmi mübahisə eləyək, bəhs eləyək, danışaq, mən sübut eləyim ki, ən mütərəqqi dəyərlərdən biri İmam Hüseyin əzadarlığıdır. Əzadarlıq düz edilərsə, inkişafa nəinki mane olmaz, inkişafa təkan verər. Bunu mən əsaslandırmağa istənilən səviyyədə hazıram. Xurafat din kimi qəbul edilməsi bəzən o məlumatların pərakəndə təqdim olunması və manipulyasiya edilməsinin nəticəsi olur. Bu mərhəmət gözyaşları, bu ziyarətlər bu xalqın immunitetini qoruyub saxlayıb, milli kimliyini qoruyub saxlayıb, dini şəxsiyyətini qoruyub saxlayıb. Xurafatla inancın sərhəddi dəqiq cızılmalıdır. 2 başlı, 3 başlı sözlərdən istifadə olunmamalıdır. Dəqiq ifadə olunmalıdır minbərlərdən də, mətbuatda da hər bir şəkildə bu deyilməlidir.